اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Qeybdə olan imamdan insanlar necə fayda aparır? Həzrəti Rasul-ü Əkrəm sallallahu aleyhi və alihi və səlləm Cabir bin Abdullah'a buyurur. O elə bir şəxsdir ki, qeybdə olduğu müddətdə Allah-u Teala'nın qəlblərini imanla doldurduğu şəxslər istisna olmaqla digərləri onun barəsində şəkkə düşəcəklər. Həzrətdən soruşdum, ya Resulallah, onun qeybət çəkildiyi bu dövrdə şiyələr üçün fayda olacaqmı? Resul-i Əkrəm buyurur, bəli, and olsun məni peyğəmbərliyə seçən Allaha. Həqiqətən onlar onun qeybdə olduğu vaxtlarda cəmaət bulud arxasında olan günəşdən bəhrələndiyi kimi onun nurundan nur əldə eləyəcək, vilayətindən də faydalanacaqlar. Bu məzmunda hədis Resul-i Əkrəmdən görsəndiyi kimi İmam Cəfər Sadiq əleyhissalamdan da gəlibdir. Həzrəti İmam Sadiq əleyhissalama sual verirlər, فَكَيْفَ يَنْتَفِعُ النَّاسِ بِالْحُجَّةِ الْغَائِبِ الْمَسْتُرِ. İmam ki qeybdədir, məstur gizlidir, insanlar ondan necə fayda apara biləcəklər? Axı, normalda gərək yanında olsun, insan onu görsün ki, ondan fayda aparsın. Həzrət buyurdu, Kəmə yəntəfi'unə bişşəmsi İzə satırəhə səhab. Bulud arxasında gizlənən günəşdən necə insanlar bəhrə aparırlar, eynən qeybdə olan imamdan da o cür fayda aparacaqlar. Və həmçinin Həzrəti Məhdi əleyhissalamın özündən də belə bir məzmunda hədis gəlib yetişibdir. İndi gəlin bu hədisi açıqlayaq. Həzrəti İmam Məhdi günəşə bənzəyir. Bir, günəş nədir? Həyat mənbəyidir. Günəşin istiliyi və hərarəti məxluqata həyat verir. Həzrəti Məhdinin də günəşə bənzəməsi odur ki, yəni İmam Məhdi əleyhissalam da mənəvi həyat verir. Onun istiliyi və hərarəti insanlara mənəvi həyat bəxş edir. Necə ki günəş olmasa həyat məhv olar, yer üzü də höccətsiz olarsa, yəni bugün imam zamansız olarsa məhv olar. İkincisi, günəşin mənfəəti ümumidir. Dünyada bütün məxluqat günəşin şüasından faydalanır. Həzrəti Məhdinin də bərəkəti ümumidir. Onu tanıyana da şamil olur, tanımayana da. Ona mərifət göstərənə də şamildir, göstərməyənə də. Bu iki. Üçüncü, maraqlı bir çıxarışdır. Günəş şəriətdə pak edicilərdən biridir. Mutahhirat mövzusu var da Risalədə, fiqhidə. Pak edicilər, sudur, torpaqdır. Biri də nədir? Günəşdir. Günəş mutahhiratdandır. Pak edicilərdən biridir. Demək, necə ki günəş maddi nəcasəti pak edir, Həzrəti Məhdi əleyhissalam da mənəvi nəcasəti aradan aparır. Kimlərdən? Ona tabi olanlardan. Allah-u Teala bizi ona tabi olanlardan qərar versin. Başqa nə çıxarış edə bilərik? Necə ki bəşəriyyət istilik və hərarəti günəşin vasitəsilə əldə edir, Həzrəti Məhdi vasitəsilə də feyzləri əldə edir. Bəşəriyyət istilik və hərarəti günəşin vasitəsilə əldə etdiyi kimi nemətləri, elmi,
hidayəti, bir sıra bərəkətləri və ilahi lütfləri də Həzrəti Məhdinin vasitəsilə əldə edir. Necə ki bulud arxasında gizlənən günəş hərdən bulud yarılanda görsənir, eynən bəzən görərsən ki, Həzrəti Məhdi də özünü görsədər. Nə qədər ilahi övliyalar, böyük alimlərimiz Həzrəti Məhdinin huzuruna yetişiblər. Həzrəti Məhdi öz vücudunu onlara göstəribdir. Günəşin vücudunu inkar eləmək olur? Yox. Həzrəti Məhdi günəşə bənzəyir. Həzrəti Məhdinin də vücudunu inkar etmək qeyri-mümkündür. Günəşin şüaları evimizə və ev əhlinə nə qədər incə düşür? Qoyduğumuz pəncərənin ölçüsü miqdarında. Qoyduğumuz pəncərə, şüşənin miqdarı nə qədərdirsə, günəşin şüası da evdəkilərə o qədər düşür. Əgər böyük pəncərə qoymusansa, günəşin şüası evə çox düşəcək, balaca pəncərə qoymusansa, günəşin işığı ev əhlinə az saçacaq. Düzdürmü? İndi bunu köçürdək mövzumuza. Həzrəti Məhdiyə mərifətin nə qədərdirsə, o qədər İmam Məhdi sənin üzərində işıq saçacaq. Əgər böyük mərifət yetirmisənsə, böyük nuraniyyət əldə edəcəksən, az mərifət əldə eləmisənsə, az miqdarda mərifətin, nuraniyyətin olacaq. İmam Məhdinin də nurunun sənin üzərinə saçmağı sənin ona qarşı olan mərifətinin qədərinə baxır. Allah-u Teala bizi onu tanıyanlardan qərar versin.